Salam əziz şagirdlər, bugün nöqtənin koordinatları 2 nöqtə arasındakı məsafə bu sualların izahını sizə təqdim edəcəm. Deməli, 30 sualın, ilk 30 sualın izahını təqdim edəcəm. Qalan videolarda isə inşallah qalan sualın izahını deyəcəm. Deməli, vaxt itirmədən keçək sualların izahına. Uşaqlar, biz bildiyimiz kimi A nöqtəsi koordinatları -4, 9, birinci sualın izahı və B nöqtəsinin koordinatları isə 1, -3-dür. Bildiyimiz kimi bu x1 deyirlər buna, y1 deyirlər, buna x2, bunu da y2. D-nin koordinatını tapanda kök altında x2 çıxılsın x1 kvadratı üstə gəlsin y2 çıxılsın y1-in kvadratı. İki nöqtə arasındakı müstəvidə tapılma düsturu budur. D-ni tapanda olacaq. x2-dən x1 çıxanda, x2 neçədir? 1, 1-dən 12 çıxan, 4 çıxanda 1 çıxılsın. -4, -4 kvadratı. Bir də üstə gəlinsin. Deməli, -3 çıxılsın 9-un kvadratı. Bu da olacaq. Deməli, 1-dən 4 çıxanda 5, 5-in kvadratı 25. -3-dən 9 çıxanda -12 kvadratı 144. 25-dən də 144 toplayanda 169. Bundan da çıxır 13. Birinci sualın izahı bu şəkildə olacaq. Üçüncü suala baxaq. Deməli, üçüncü sualda deyib uzları parçadır. Parçanın uzları A nöqtəsi -3, 4-dür. B nöqtəsi isə deməli 11, 8-dir. 11, 8. Deməli, deyib ki, parçanın orta nöqtəsi koordinatları basandır uşaqlar. Parçanın orta nöqtəsi koordinatları yadınıza gəlsə x-ləri toplayıb 2-yə bölürdüm. -3-dən 11-i toplayanda 8, 2-yə böləndə 4 olacaq. 4-dən 8 toplayanda 12, 2-yə də böləndə 6. Cavab olacaq 4, 6. Bizə nə deyib? Nəyi tapın? Koordinatların cəmini tapın. 4-dən də 6-nın cəmi eləyəcək 10. 5-ci sual. Çevrənin deyib ki, çevrənin mərkəzi budur. Bu çevrəni çəkək. Düzbucaqlı koordinat sistemidir. Deməli, bu belə deyim də nəyi deyib tapın? Çevrənin uzunluğunu tapın deyib. A nöqtəsi budur. Deməli, mərkəzi uşaqlar hansı nöqtədir? 0, 0 nöqtəsidir. Bu mərkəz nöqtəsidir. Bir dənə çevrəmiz var. Çevrəmizin koordinatlarına baxaq. 3, -4. Uşaqlar, A 3, -4 deyirsə, bu yadda saxlayın. X 3-ün qiymətidir, y-isi -4-ün qiymətidir. Yəni, x 3 bu tərəfdə yerləşir, bu tərəfdə. -4 olur, bu tərəf, 3 bu tərəfdə yerləşir. -4 isə aşağıda yerləşir. -4. Bax, bundan keçən belə bir çevrənin tənliyi olacaq. Bax, belə bir şey. Belə bir şey çevrənin tənliyi olacaq. Düzdür, bunu biraz indi çəksəm, məsələn, bu 4-dürsə, deməli, bu da 4-dür. Bu da -4-dür. Çevrə eyni məsafədə, radiusu 4 olduğu üçün belə deyim də. İndi baxın, bizə nə lazımdır? Nə deyib? Çevrənin uzunluğun radiusunu deyib ki, tapın. Amma bir dəfə də baxaq. Deyib olan çevrə 3, -4 nöqtəsindən keçər. 3, -4 bu. 3 və -4 təxminən buradadır uşaqlar. Bu deyilir. 4-lər əslində səhv etmişəm. 4-dən keçməyinə keçir. Amma 3, -4 təxminən gəlib bu tərəfə düşəcək. Bax, bu nöqtəyə. Gəlib təxminən bu nöqtəyə düşəcək. Bu 3-dür. Bu 3-dür. Bu 3-dür. Bu 4-dür. Bunu birləşdirsəm belə. Deməli, bu olacaq. Bunu birləşdirəcəm. Bu da düzbucaqlı üçbucaq alındı. Katetlər 3-dür, bu katet isə 4-dür. Düzbucaqlı üçbucaqda katetlər 3 və 4-dür. Septonuzu tapanda
elə bil C-ni tapanda və ya E-yi tapanda E kvadrat bərabərdir 3-ün kvadratı plus 4-ün kvadratı. E kvadratı bərabər 9 plus 16. E kvadratı bərabərdir 25. Yerdə olacaq 5. Belə. Radius 5-dirsə, çevrənin sonu tapanda 2pi yerdə üstünün istifadə olunur. C də bərabərdir 2pi yerdə 5-dir. Necə 10 pi. Burada çətin bir şey yox idi uşaqlar. Biraz bu çaşdırdı, belə deyim. Onunla da işləmək olar. Deyib ki, 5-ci sualda eyni qaydadır. 6-cı sualda eyni qaydadır 7. Deyib ki, nöqtələr arasındakı məsafəni tapın. Yəni D bərabərdir 10-u işləyib tapacaqsınız. Deyib ki, uşaqlar, nöqtələrin neçəsi absız oxunun aşağıda yerləşir. Absız oxunun aşağı o deməkdir ki, uşaqlar, baxın, bu düzbucaqlı koordinat sistemidir. Bu birbaşa funksiyadır. Yəni bu bölmə funksiyadır. Bu bölünün hamısı funksiyadan bağlıdır. Və deyiblər ki, deməli deyiblər ki, bizə 0, bax deyiblər ki, deməli olacaq n nöqtəsi 0 - 4. Ondan sonra m nöqtəsi budur. M nöqtəsi bu olacaq. N nöqtəsi olacaq. Baxın. Bunun belə deyim də, deyib ki, nöqtələrin neçəsi absız oxundan aşağı. Absız oxu boxdur. X oxu absız oxudur da funksiyada keçmişik. Absız oxundan aşağı deyəndə deməli olacaq, belə deyim də, bu nöqtələrdir. Bax, bu nöqtənin elə aşağısında yerləşməlidir. Absız oxunun aşağısında y-lər nə olmalıdır? Mənfi olmalıdır. Y-lər mənfi hansı tərəfdədir? Bu tərəfdə olanlardır da. Deməli, absız oxundan aşağıda deyəndə uşaqlar, bizim x-imiz müsbət olmalıdır və ya mənfi də ola bilər. Amma y-imiz nə olmalıdır? Yalnız mənfi olmalıdır absız oxundan aşağı yerləşmək üçün. Deməli, o da olacaq absız oxundan aşağıda yerləşən 1 nöqtə, 2 nöqtə, 3 nöqtə, 3 dənə nöqtə cavab B-bəndidir. Gəlin buna baxaq. Absız oxundan yuxarıda yerləşir. Absız oxundan yuxarıda yerləşəndə isə, baxın, y-i müsbət olmalıdır, mütləq. Bunun x-nə asılı deyil, yəni x sağda yerləşir, solda da. O baxımdan da y-i müsbət olanlar seçsin. Deməli, 1, 2 dənə, 3 dənə cavab olacaq, yəni D bəndi. Deyib ki, 10-cu sualda deyib ki, koordinat başlanğıcında eyni məsafədə yerləşir. Deməli, A-nın koordinatları 5m. B-nin koordinatları da olacaq 3, 4. Deyib ki, koordinat başlanğıcında eyni məsafədə yerləşirsə, yəni bu koordinat başlanğıcı O nöqtəsidir. Elə necə başlayır? Düşün bunu. Bu A nöqtəsidir. Bu O nöqtəsidir. Bu da B nöqtəsidir. Eyni məsafədə yerləşmək üçün bu indi düzbucaqlı koordinat sistemidir əslində. Mənim orta nöqtəsinin koordinatlarını da bax. Onunla da tapmaq olar, amma biraz çətin yoldur. Məsafədə eyni olmalıdır. Məsafə eyni olmalıdırsa, uşaqlar, məsafə necə taparam? Bax, AO məsafəsini tapaq əvvəlcə. AO məsafəsi kök altında O-nun koordinatlarından çıxıram. 0-dan m çıxanda olacaq -m-in kvadratı. 0-dan 5-i də çıxanda olacaq 5-in kvadratı 25. Bu belə. O B-nin kvadratı, B-10 tapanda kök altında. İndi olacaq 0-dan 3-ü çıxanda -3-ün kvadratı. Yəni -3-ün kvadratı üstə gəlsin -4-ün kvadratı. Bu da olacaq, deməli, m kvadratı kök altında plus 25 bərabərdir. Kök altında bununla bunu toplayanda kök altında 25. Hər tərəfə kvadratı yüksəldərəm. Kvadrat yüksəldəndə köklər gedir. M kvadratı bərabərdir. Deməli, plus 25 bərabərdir 25-ə. M kvadratı bərabərdir 0-a. M də olacaq 0. Deyib, M-in hansı qiymətində? Baxaq elə, M-in 0 qiymətində. 11-ə də baxmaq istəyirəm. 12-ə baxalım. Yəni 12 əsas 12-dir. Deməli, baxalım bir dənə. 12-ni qəşəng şəkildə çəkib başa salmağa çalışacağam. A-nın
Dərs izahında belə deyim, sinifdə başqa cür izah eləmişdim. O baxımdan düz alınmamışdı. Deməli, A nöqtəsi təpə nöqtəsi qoyum. Bu olsun B nöqtəsi. Bu olsun C nöqtəsi. Koordinatlarını yazıram. A-nın koordinatları nədir uşaqlar? 1, 2, 3. B-nin koordinatları neçədir? 6, 3, 6. C-nin koordinatları nədir? -2, 5, 2. Deməli, indi bizdən AK-nın koordinatlarını soruşur. Bax bunu. K nöqtəsi hansı nöqtədir? K nöqtəsi deməli deyib ki, K nöqtəsinin koordinatlarını tapanda bax elə bil bu mediandır da uşaqlar. Bu üçbucağın medianıdır. Üçbucağın medianı nədir? Onun orta nöqtəsidir. BC-nin orta nöqtəsi. Orta nöqtəsi koordinatları necə tapırdıq? Yadımıza salaq. 6-dan -2-ni toplayıb 2-yə bölürdüm. 4, 2-də böləndə 2. 6-dan 3-dən 5-i toplayıb 8, 2-yə böləndə 4. 6-dan 2-ni toplayanda 8, o da 4 alınacaq. Belə. İndi deməli K-nın koordinatları nə oldu? 2, 4, 4. İndi AK məsafəsini tapanda, deməli biz AK məsafəsini tapanda K-nın koordinatlarından çıxmaq lazımdır. A-nın koordinatlarından. 2 çıxılsın 1-in kvadratı üstə gəlsin. 4 çıxılsın 2-nin kvadratı üstə gəlinsin 4 çıxılsın 3-ün kvadratı. 4 çıxılsın 3-ün kvadratı. Bu da olacaq kök altında 2-dən 1 çıxanda 1, 1-in kvadratı 1, plus 2-nin kvadratı 4, 4 üstə gəlsin. Bu da elədir 1. Elədir? Bəli. İndi 1-dən 4 toplayanda 5, üstünə 1 gələndə 6. Kök altında 6. Necə elədim müəllim? Deməli, birinci mən BC-nin orta nöqtəsini tapdım. K-nın koordinatını. İki nöqtə arasındakı məsafədən tapdım. Bunun özü uşaqlar şifahi suallardır demək olar. Bunların arasında 1-dir. Deyib ki, E-nin koordinatlarını tapın. E-nin koordinatlarını tapanda uşaqlar birinci X-ini tapacam. X olacaq 1, 2, 3. X-in -3 olacaq. X -3. Y-də indi aşağı düşdüyü üçün 1, 2, 3. -3, -3 olacaq. Cavab belə. 15-ci sual eyni qaydada siz özünüz tapın. X-Z müstəvisi üzərində. X-Z müstəvisi deyəndə X-Z yox. X-Y deyəndə Z0 olanı tapacam. Z0'dır. Hansında Z0'dır? Yalnız A-da. Deyib ki, Y-Z müstəvisi. Y-Z müstəvisi deyəndə X0'dır. X0 olan hansı halda? Y bəndi. Ola tapacam. Deyib ki, absisi ixtiyari həqiqət ordinatı ise 0 olan nöqtə. Məsələn, bu nöqtə hansı nöqtədir? İxtiyari ədəd 5, 0. 5, 0 düzbucaqlı koordinat sistemində necə tapırdım? Bu Y, bu da X olanda. X-i 5 olub. Bax, 5 olub. Y 0-dırsa bu nöqtədir, elə. Deməli, bu absis oxun üzərində elə bir cavab götürməliyim. Bəli, Y bərabərdir X yox. Absis oxun üzərində cavab D bəndi. Onda da eyni qaydadır. Absisin mənfi ordinatı müsbət. Uşaqlar, düzbucaqlı koordinat sistemində birinci rüblə nədir? Birinci rüb, ikinci rüb, funksiyanı bilməlisiniz. Üçüncü rüb, bir də dördüncü rüb. Birinci rübdə, bir də gözün uşaqlar. Deməli, uşaqlar, baxaq 22-ci sual. Birinci rübdə X-də müsbətdir, Y-də müsbətdir. Həmişə belədir. İkinci rübdə Y müsbətdir, X mənfidir. Üçüncü rübdə ikisi də mənfidir. Dördüncü rübdə Y mənfidir, X müsbətdir. Belədir. Bizə nə deyib indi? Absisin mənfi. Absis mənfidir. Y isə ordinat üçün müsbət. Hansı istiqamətdədir o? İkinci rübdədir uşaqlar. Görsən, bunda absis mənfidir, Y isə müsbətdir. Mənfi müsbət. Cavab ikinci rübdə olacaq. Belə. Deməli, uşaqlar, baxaq bir dənə də 23-cü sual. Deyib, vahid vektor olarsa. Uşaqlar, vahid vektor nədir? Vektorda bilməsi uşaqlar keçmişik də. Uzunluğu 1 olan vektor. Yəni,
A vektorunun uzunluğu necə tapılır? Kök altında x kvadratı plus y kvadratı necə olmalıdır? 1 olmalıdır. X-imiz neçədir yerində? Kök altında 3k-nın kvadratı, kənardan kvadratı üstə gəlsin. 4k-nın kənardan kvadratı bərabərdir 1-ə. Kök altında 9k kvadratı plus 16k kvadrat bərabərdir 1-ə. Hər tərəfi kvadrat üstəlsəm, deməli 25k kvadrat bərabərdir 1-ə. K kvadrat bərabərdir. Deməli 25-də 1-ə. K bərabərdir plus minus 25'te 1'den neçə çıxsa 5'te 1. Bu da k bərabərdir plus minus 0,2. Bu da D bəndi. 25-ci suala baxaq. 25-ci sual. Üçbucağın uşaqlar bu düzbucaqlı koordinat sistemidir. Düzbucaqlı koordinat sistemində onu qoymaq lazımdır. Deməli, koordinatları 0, 0 nöqtəsi, üçbucağın bir nöqtəsi 0, 0'dır. Bildiyimiz kimi 0, 0 bu nöqtədə yerləşir. Belə, bu nöqtəsidir. Ondan sonra A nöqtəsi 3, 0. 3, 0 nöqtəsi uşaqlar x-in 3'ü deməkdir. Y-də 0. Təxminən bu burada yerləşir. X-in 3'ü. X-in 3'ü buradadır. X oxudur. Bu Y oxudur. 3'ü. Y-nin isə 1'in. Təxminən bu buradadır. Bax, belə birləşdirirəm bunu. Bu da bir dənə düzbucaqlı üçbucaqlıdır. Baxın, düzbucaqlı üçbucaq. Katetləri 3'dür. Biri 3'dür, bir dənəsi 1'dir. Pifaqor teoreminə görə mən hipotenuzu tapa bilərəmmi? Bəli, tapa bilərəm. X-i tapanda katetlər 3'ün kvadratı plus 1'in kvadratı. X kvadratı bərabərdir. 3'ün kvadratı 9, 10. X olacaq kök altında 10. İndi belə deyim uşaqlar. Deyib xaricdə seçilmiş seviyen radiusu. Düzbucaqlı üçbucaqda belə bir qaydamız var idi ki, deyirəm üçbucağın qaydalarını yaxşı bilinir. O baxın deyirəm ki, yəni bunlar bütün bölməli lazımdır. Düzbucaq təpəsindən çəkin, deməli, bunun xaricinə çevirə çəkilirsə, deməli, baxın, bu elə bu nöqtə var ha, çevirən diametridir. Çevirən diametrini tapanda da, diametri radiusunu tapanda da hipotenuzun yarısını tapırdım. Hipotenuz neçədir? Kök altında 10'dur. Kök altında 10 bölünsün 2. Bu şəkildə qalacaq. Belə bir cavab var. Baxaq. B bəndi, bəli. Təpə nöqtəsinin arasındakı məsafəni tapın. Əslində çox sadədir uşaqlar. Bunu qoyaraq da tapmaq olar. Amma iki nöqtə arasındakı məsafəni tapmaq olar. İndi uşaqlar baxaq bir dənə. 26-cı sual. Deməli, təpə nöqtəsinin koordinatları y bərabərdir x minus 2'nin kvadratı. Y bərabərdir mənfi x plus 3'ün kvadratı. Bildiyimiz kimi indi iki nöqtə arasındakı məsafəni tapa bilərəm. İkisi də mənfidir. Baxaq, yoxsa yox. Yox, mənfi deyil, müsbət ikisi də. İndi uşaqlar, baxaq bir dənə. Deməli, bunun təpə nöqtəsi koordinatları nədir? x0, y0'da. x0 baxan kimi 2 deyirəm. y0 yoxdursa 0'dır. 3 gəlsin bir ədəd olsaydı, 10 olacaqdı. Yaxşı, bunun təpə nöqtəsinin koordinatları nədir? Və bunun təpə nöqtəsinin koordinatları bunun əksini götürürəm. Mənfi 3, 0. İndi iki nöqtə arasındakı məsafədən tapıram. Kök altında mənfi 3 çıxılsın 2'nin kvadratı plus 0'ın kvadratı. O da olacaq 25 plus 0, o da dedi 5. Cavab 26'da 5 olacaq. B bəndi. Uşaqlar, indi baxaq buna. Deməli, OX oxu üzərindədir. OX oxu üzərindədirsə, bax bu nöqtədir. Rom deyəndə bütün tərəfdə eynidir. Mütləq eyni olacaq. Deyib ki, bu 10'dur.
Deməli, bunun bütün tərəfləri neçəymiş uşaqlar? X 10-dursa, deməli, bu da 10, bu da 10, bu da 10. Ondan sonra bu məsafə. Buna baxın bir dənə. Məsafə nə qədər? Y neçədir? 8. Bu neçədir? Bu da deməli 10-dur axı. 10-dur. 8, 10. Bunu çəkdik. Başqa bizə nə istəyib? X-in deyib ki, apsisini tapın. Apsisini tapmaq üçün uşaqlar, bax, burada bir dənə şey deyərəm, düzbucaqlı, üstbucağı. Bu X-dirsə, bu da X-dir. Düzbucaqlı, üstbucağa görə 8-dirsə, bu da 8-dir. Hipotenuz neçədir? Düzbucaqlı, üstbucağa baxın. Bu bir katetdir, bu katet 8-dir. Hipotenuz isə 10-dur. Düzbucaqlı, üstbucaqda hipotenuz 10. Katetin bir dənə 8 olursa, digər katet neçə olacaq? Digər kateti tapanda 10-un kvadratını 8-in kvadratını çıxacam. 8-in kvadratını tapacam. X kvadratı olacaq 36. X olacaq 6. Cavab olacaq 6. Belə sadə uşaqlar. Yenə dediyim kimi, suallar çətin deyildi. Xahiş edirəm düsturları bilin, qaydanı bilin, funksiyadan birbaşa bağlılığı var. O baxımdan da nə qədər çox misal işləyəcək, o qədər bizim üçün yaxşı bir şey olacaq. Yaxşı olar inşallah. Xahiş edirəm qaydalara mükəmməl şəkildə hamı baxsın. Üstbucağın qaydası da, funksiyanın qaydası da. Hamı mükəmməl şəkildə baxsın ki, heç bir çətinliyi olmasın. Yenə nə sualınız olacaqsa dəstə təbii ki, izah edəcəm. Sağ olun, salamat qalın. Sualların hamısına bircə analiz edin. Funksiyadan bağlılığı varsa, funksiyanı oxumaq lazımdır. Yəni birbaşa funksiyadan bilavasitə bağlı olan bölmədir.